bir çox işlər görməyə çalışıram. Hələ bundan başlamışam. Bir çox şəhid ailəsinə, ona, buna nələrsə etməyə çalışıram və xəstə olan uşaqları da belə qabağa çıxanda, eləyəndə yardım etməyə və xəstə və imkansız çalışıram. Mənə sabah deyəcək ki, sən bunlara niyə etdin, həcə gəlmədin o dünyada. Əgər o dünyada bunu mənə sorğulayacaqsa, mən o cənnətə yox, o cəhənnəmə getməyə razıyam. Mənim əlimdən gələn nə varsa, mən burada eləyirəm, ərəbə yizdirmirəm. Ərəbə gedib, yizdirib, ərəb də keyf. O pulların hara gedəcəyini bilirsiniz. Allah yoluna gedib o pulları ora töküncə mən onu demək istəyirəm. Bu uşaq ki var, bu fəryad eləyən ana var, bax bu nə deyir? Azerbaycan'a halim sizin kafanızda isterim yalvarırım. Haşillim balama destek olun. Balama sahip. Mən anadım anamın verdiyi sütü gözümdən gəlsin. Əgər yalan danışıramsa, o anası, o uşaq heç tanımıram. Diyəcəsi tanımadı. Yəni insanlıq halində onun qartına pul atdım. Və onun storylarında Instagram Nadim Əlixanovda paylaşımlar etdim və burada da TikTok üçün edirəm. Həm pul atdım, həm də əlimdən gələni edirəm. Bəs siz o həcə gedənlər, dinindən danışanlar, vicdan olanlar, dinə də inanmayanlar bunu nə qədər etmisiniz? Və bugün Azərbaycan və bir çox Dağıstanda sular, sellər bastı, nə qədər körpələr evsiz çöldə qalıbdı. Və o Dağıstanlar, Çeçenlər əsasən də boydu saqqallarla başlı bağ bütün gün həcc yolundadır. Bugün Dağıstan su basıb, minlərlə ev yoxdur hal-hazırda. O evləri bu il inşa etməkdə, o uşaqlara, körpələri evə qayıtmaqda kömək etsə, bu il o həcə getməsə, olarmı? Deyəcəksiniz, siz kimsiz, heç kim. Mən öz fikrimi sadəcə belə ifadə etdim. Həcc yoluna gedən dindarlara, həcdən danışanlara deyirəm. Həcə bugün hər kəs gedir. O həcc o kəslərə qənim olmur. Hansı ki, üzr istəyirəm, bir çoxları qey, bir çoxları min oyundan çıxır. Ora bir alver məkanına döndərmiş bir halındadır. Nədənsə o insanları orada ifliciləmirlər. Mən həcci pisləmək istəmirəm, estağfurullah. Amma ondan qazanc əldə eləməklərə, insanlara şərait yaratmayın. Həcə gedənlərin pitovkalarını, onlara o şərait quranları, avtobus, o bu nə ki düzəldirləri, hamısı öz güzaran üçün pul qazanır. Amma bu ana öz uşağı üçün nə istəyir? Yardım imdad eləyir sizdən. Və bu kimi həqiqətən də ehtiyacı olan, sizin pulunuzla sağala bilən uşaqlar var. Yenə də deyirəm, invalid uşaqları hər kəsdə olur, çox adamda olur. Amma onu qabağa qoyaraq analar, atalar işləmədən, imdad edərək, artıq bir qazanc o yolla seçərək, artıq bir uşaq qabağa qoyaraq pul imdad eləyərək, yaşam ondan quranlara danışmıram. Həqiqətən bir anında bir vəziyyətə düşürsəni, bir anında o pulla onu sağaldıb qutarırsan və sonra onun anası da, atası da öz işləyir, pulunu qazanır. Amma bu gün ki onu edə bilməyən analar, atalar ki var, onlara dəstək olanlara da danışıram. Bugün sadəcə bir uşaqdan yox, bir anında bir vəziyyətə düşürsən, pis, işləyə bilmirsən, işləsən də pul çatdıramırsan, o insanlara kömək etmək mənə elə gəlir ki, 1000 dəfə kömək eləmisənsə, 1001-ci dəfə mən həcə gedirəm deyirsəsə, 1001-ci dəfə də həcə getmə, 1001-ci dəfə də o 1001-ci insana belə kömək eləsə, sənə o dünyada deyəcək ki, sən Allah yolunda bu insanlara kömək göstərdin. 1000 dəfə eləmisən, 1001-ci dəfə qabağınıza belə ehtiyacı olan çıxıb, demişsən ki, diyan, mən 1000 dəfə eləmişəm, 1001-ci də həcə getməliyəm. Yenə də o sənə qəbul olunmaz bəncə. Çünki 1001-ci də insanın həyatını qurtara bilirsən. Amma sən 1001-ci dəfə, 1000 dəfə eləmişəm deyə, 1001-ci dəfə gedirsən, mən ora gedim, Allah yolunda, Allah evidir deyə, 1001-ci adama kömək etmirsən. Söhbət hətta 1000 də insana kömək edənlərə də deyirəm. Bəzi mən analar, nənələr, xalalar görürəm, deyirəm mən neçə illərdir deyir pul yığmışam o həcə getmək üçün.
Mən də ona nəyə sual verdim. Sən o həcə gedirsən də, o həcə getdiyi pul tökürsən, o bu onlar hərə özüm yaşam üçün, o bu maraq üçün istifadə edir. Amma sən o pula həcə getməyin yerinə bir insanın həyatını qurtara bilirsən. Sənə o dünyada sual mı verəcək? Ay nənə, yaşlanmısan, gəlmisən indi rəhmətə gedib bu dünyaya. Sən həccə getdin, amma həccə gedən pulu ilə bir insanın həyatını qurtara bilirdin. Onu niyə etdin? Həccə gəldin. Bunu mu deyəcək sənə? Yəni həcc önemli olduğu qədər bir insanın həyatını qurtarmaq ondan da çox önemli olduğunu düşüncəsindəyəm. Bu video qabağıma bu kimi çıxanda mən bu düşüncələrə gəldim. Sən nə etmisən deyənlərə Gündüz Qalakusarın kəndində bilirlər. Vicdanı olanlar bilir. Ha, fake profil açıb mənim ailəmə, mənə paxıl olan bir qeyrət insanlara demirəm. Kəndin işıqlarınızı, şəhidlər üçün park, Habələ parkdan lövhə şəhidlərin, Gündüz Qala futbol komandası şəhidlər üçün çempion elədim, oyuncuları gətirdim və onun şəhidləri həsr etdim və şəhidlərin döyüş olan vaxtında 2 böyük maşın döyüş bölgələrinə var videolarımda hər şey. Və habelə bu kimi bir çox öz kəndimə, öz kəndimin uşaqlara, öz Azərbaycan döyüşəndə ordumuza əlimdən gələni bir baxıcıyam eləmiş bir adam olaraq bunlara danışıram və eləyirəm. Mən bunları bəzi adamlar kimi gedib toyuq paylaşdıraraq və ya nəsə yardım eləyərək, kiminsə pulu ilə özümü reklam tutub yardımsevər kimi göstərməmişim heç vaxt. Amma vaxtı, anı gələndə o ki suallar ki verirsən, sən nə etmirsən, onlara da bunu deyirəm ki, bəli, mən öz ana yurdum üçün kəndin o başdan bu başa işıq çəkmişəm, şəhidlər üçün park tikmişəm və qəbristanın işıqları çəkmişəm. Bir çox şeylər var ki, yaddan çıxıb etmişəm və edəcəm. Ora tökdükcə buraya edəcəm. Sağ olun.